آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Fe'ulime min zalik. Burada kalmıştık. Qeyd elədik ki, bəhsin, dərsin adı bu idi ki, nəyə görə bəlağət elmin 3 qismə bölüblər? Niyə görə həsr eləyə bilər ki, bəlağət elmi 3 hissədən ibarət? Məani, bəyan, bədi. Niyə görə buna bölüblər? Oradan deyir ki, bəlağətin hasıl olmağı üçün tədiyyətül mənada xətadan ehtiraz eləməlidir və fəsahətə zərər gətirəcək səbəblərdən uzaq gəzməlidir. Sonra dedi ki, yaxşı bu fəsahətə muxilli olacaq şeyləri bilmək üçün hansı elmlər lazımdır, dedi filan 4 dənə şey saydı. Dedi ki, fəulimə min zalik, onlar keçən dərs danışmışıq, təkrar eləmirəm. Ənnə bə'də ma tətəvəqqəf aleyhil bəlağə mudrəkun bi'ulumin vudiət min qibəlil uləma. Bəlağətin söykəndiyi, asılı olduğu bəzi şeylər, bəzi elmlər vasitəsilə dərk olunur ki, alimlər onu yazıblar, kitablarında qeyd ediblər. Və ba'duha mudrakun bizzavqis səlim. Bəziləri isə insanın o ədəbiyyat zövqünə, belə deyək, gözəl söz zövqünə söykənir. Mümkündür, dəfələrini demişim, bir nəfər heç yazı pozu bilmir, elə gözəl danışır, elə gözəl bəlağətli, fəsadlı cümlələr qurur ki, bir alim heç onun o cümləni qura bilməz. Niyə? Çünki zövq-ü səlim var. Yəni sanki Allah tərəfindən bir vergisi vardı, gözəl danışmaq qabiliyyəti vardı. Xülasə bəzi şeylər oxunasıdır, bəzi qanunlar gərək biləsən. Bəzi şeylər o zövq-ü səlimi Azərbaycanda bir söz də tapıb ifadə edə bilmirəm. İnsan içindən gələn, qaynağından o ədəbi zövq ki vardı, qəşəng danışıq qabiliyyəti ondandır. Əl-hasil min kəsrətil mümarəsə li kəlamil ərəb. Nədən qaynaq o zövq-ü səlim nədən yaranır? Ərəb ədəbiyyatının, ərəb kəlamının çox eşitməklə, çox dinləməklə. Necə ki, məsələn, bəzi insanlar var, o qədər meyxanaya qulaq asır, görürsən ki, başlayır meyxana deməyə. Ya o qədər şeir məclisində olur, başlayır yavaş-yavaş şeir deməyə. O sözlər eşitdikcə içində o elə bir ki, qulağı başlayır qaynayıb coşdurmağa. Bu da bu cürdür. Kəlamul ərəbi çox mübarisə ilə, çox məşğul olur. Yavaş-yavaş o səlim zövq, o normal bir zövq ki vardı, ədəbiyyat zövqü, o başlayır qaynaqla, coşmağa. Fəməssətil hacə ilə vəz'i ilməyin. Deyir ki, ona görə də fəməssətil hacə, hacət, ehtiyac gətirib bu ilə çıxartdı ki, ilə vəz'i ilməyin, 2 dənə elm vəz olunsun. Yuhtərəz bi əhədihimə anil xata fi tədiyyətil mə'nəl murad. Biri ilə yuhtərəz bi əhədihimə anil xata fi tədiyyətil mə'nəl murad. Birinin vasitəsi ilə iradə olunan, qarşıya məqsəd qoyulan mənanı xətasız şəkildə qarşı tərəfə ötürməyin yolları öyrədilir. Dedi axı, fəsahət, dedi ki, bəlağətdə 2 şey asıl lazımdır. Bir budur ki, fikrimizi normal şəkildə xətaya varmadan qarşı tərəfə ötürək. İkincisi, qurduğumuz cümlələr fəsahətin ziddinə olmasın. Birinci elm, yəni məani elmi, həmən mövcud şəraitin tələbinə uyğun fikri qarşı tərəfə ötürmək üçündür. Onun qayda qanunlarıdır. Yuhtərəz bi əhədihima, həmən o 2 şərtlərdən biri. Qorunur nəyin vasitəsilə? Ənil xətadan qorunur. Fi tədiyyətil mə'nəl murad. O iradə olunan mənanı qarşı tərəfə ötürmək üçün. Və bil-axər ən təqidil mənəvi. İkincisi isə mənəvi təqiddən amanda saxlayır cümləni. Və ətləqu aləl-əvvəl ilməl məani və aləl-thani ilməl bəyan. Birincisinə məani elmi adı qoyublar, ikincisində də bəyan elmi. Məani mənaya qayıdır. Bəyan isə o mənanı aşkar şəkildə ifadə eləməyə qayıdır ki, müxilli olmasın. Vəl məcmu ilmul bəlağə. Oldu bəlağət elmi. Deməli onda fikrimizi həmən şəraitin, mövcud şəraitin durumuna, tələbinə uyğun qarşı tərəfə normal, düzgün şəkildə ötürməyi. Bir elm boyuna götürüb adını qoyurlar məani. İkinci elm ki, bəyandı, öhdəsinə nə götürübdür? Mənada qatma qarışıqlıq, təqid qalmasın, vazih olsun, aydın olsun, bəyan olunsun, o da olur elmul bəyan. Bu ikisinə deyirlər elmul bəlağə, ikisinin cəminə deyirlər bəlağət elmi. Bəs yaxşı onda bədi' onu deyir.
ve inneme ihtussetel belâge bihâzeynil ilmeyn mə təvəqqufi alə qeyrihima. Deyir ki, bu iki elm ki, bəlağət buna xas olunubdur. Mə təvəqqufima alə qeyrihima. Hansı ki, bundan başqalarına təvəqqüf vardır. Başqa şeylərə də bəlağət elminə ehtiyacı var. Bəs onda niyə onlar bəlağətdən sayılmayıblar? Niyə sərfdir, nəhvdir, filan şeylər bəlağətdən sayılmayıblar? Hansı ki, bəlağətin ona da ehtiyacı var. Yuxarıda qeyd elədik ki, hər bir bəlağət alimi gərək sərf və nəhv alimi olsun. Çünki sərf alimi olmasa sözləri düzgün yığıb yığışdıra bilməyəcək. Nəhv alimi olmasa, nəhvi gözəl bilməsə cümləni yaxşı qura bilməyəcək. Ona görə sərf və nəhv bəlağətin müqəddimələri. Bəs onda niyə görə sərf və nəhv bəlağətdən sayılmayıb? Bunu deyir. Li'anna da'i ila vəd'ihima təkmil ma tətəvəqqəf aleyhil bəlağət. Çünki bu iki elm bəlağət ondan asılıdır, onu kamilləşdirir. Beynəmə baqil ulum el-mütəvəqqifə aleyhil bəlağə. Amma digər şeylər, digər elmlər ki, bəlağət ondan asılıdır, kən-nəhvi və sərf, nəhv və sərf kimi, vuddiət li əqradin müstəqilətin qeyril bəlağə. Çünki onların özünün məqsədləri var idi. Mümkün bir adam sərf alimdir, onu maraqlandırmır bəlağət nədir. Mən sözlərin fəqət sözü necə düzəldərlər və sözü necə tanıyarlar, bunu istəyirəm. Yəni, nəhv alimdir ki, mənim məqsədim budur ki, sözün axırlarına xəta eləməsin. Əni u oxumasın, uni ə oxumasın, nə bilim, faili mənsub oxumasın, məfulu deyək, məcrur oxumasın. Mənim işim budur. Söz bəlağətli oldu, fəsadlı oldu, mənə aidiyyəti yoxdur. Çünki özlərinin məqsədləri vardı. Özünün məqsədi var, o məqsədə qulluq edir. Amma məani və bəyanı isə birbaşa bəlağətin xidmətindədir. Yəni, onun üçün həsr olunaraq qoyulubdur onun əsası. Thumma məssətil hacə ilə ilmin yu'raf bihi vücuh təhsinil kəlam. Gördülər ki, təkcə məani və bəyanla bəlağətin o gözəlliyi tam şəkildə özün büruzə verə bilmədi. Sözü gözəlləşdirmək də lazımdır. Daha bədiləşdirmək, daha ona bədii janr vermək, gözəl olsun. Ta ki, məsələn, fərzən belə deyir. Deyək ki, deyir, yerdən ayağını quş kimi üzüb, yay kimi dartılıb, ox kimi süzüb, yenə öz sürünü nizamla düzüb, baş alıb gedirsən hayana ceyran. Yay kimi dartılıb, ox kimi süzüb. O, ədəbiyyat zövqü olan Səməd Vurğunun bu şeirini oxuyanda keyf eləyir. İndi birdən bu cür deyir ki, baloy salıbsan dala ceyran, hara baş alıb gedirsən? Necə şit çıxardı? Düz deyil, həmən şey deyir. Balasını alıb yanına gedir. Amma yerdən ayağını quş kimi üzüb, yay kimi dartılıb, ox kimi süzüb, yenə öz sürünü nizamla düzüb, baş alıb gedirsən hayana ceyran. Tamam, başqa bir zövq verir. Gördülər ki, sırf mənanı gözəl şəkildə çatdırmaq, düzgün çatdırmaq və cümləni ağır ibarələrdən qorumaq o gözəlliyi vermir. Nəsə bir əlavə bir elmə ehtiyac var ki, əlavə bir gözəlliyi versin. Çünki ədiblər öz səliqəsinə bu şeylər deyiblər, amma elm yoxdur ki, məsələn, deyə onu ifadə eləsin. Bədii elminin əsasını qoydular ki, o gözəlliklər çıxarsın ki, sözə gözəllik gətirən nədir? ثم مسset الحاجة ilə ilmin yu'raf bihi vücuha təhsinil kəlam. Sonra bir elmə ehtiyac duyuldu ki, kəlamı, sözü, cümləni gözəlləşdirmək yollarını öyrətsin. Bə'də ittisafi bil bəlağə. Bəlağət vəsfini tapı özünə. Bəlağəti sözdür. Fəvvəda'u ilməl bədii ilmin əsasını qoydular və cəaluhu min təvabi'il bəlağə və bunu da bəlağənin o mulhiqatından, tabeyindən saydılar. Demək, onda bəlağənin içindən, həqiqətindən yox, onun köməkçisidir, onun belə ki, tamamlayıcısıdır. Və tadahə mimma təqəddəm umurun. Bu dediyimiz bu müqəddimədə, bunlar hamısı müqəddimə edilir sanki, bu aşağıdakılar öyrəndi. 1. İnhisar ma yubhəsənu fil bəlağə fil fununi sələsə. Bəlağət elmində araşdırdığımız mövzular 3 elmdən kənarda deyil. Məanidir, bəyandır, bədidir. Saniha, əl-vəcə fi koni ilmil bədi min təvabi'il bəlağə. Öyrəndi ki, bədii elmi bəlağətin həqiqətindən, onun canından, qanından deyil. Bəlkə onun nədir? Köməkçisidir, tamamlayıcısıdır, gözəlləşdiricisidir. Onun təvabiinləndir. Salisuha el-ulumu ləti yənbəği alə talibil bəlağə ma'rifətuha. Üçüncüsü, deyir ki, o elmlər ki, tələbəyə lazımdır ki, bəlağəti bilmək üçün ona ittilası olsun, da sərf elmi, nəhv elmi, lüğət elmi bunlardan başa çıxmalıdır. Bunlar hamısı olmalıdır. Əs'ilə və təmrinat. İstəyirəm ki, bu sual cavabı da oxuyaq
və çalışaq ki, cavab verməyə, ta ki, tələbələr qaranlıq qalmasın. Deyir ki, limaza la tətəhəqqəqil bəlağə biduni təhəqqüqil fəsahə. Birinci sual. Çünki şeyx əvvəldə dedi ki, hər bir dərsin sonunda, hər 10-15 səhifədən sonraki bir dərsi qutarıram, sonunda sual-cavab da qoyacağım ki, biraz da tələbənin zehnini inkişaf elətdirsin bu sahədə. Daha da möhkəm bildiklərin təkrarlasın, möhkəmlətsin. Limaza la tətəhəqqəq əl-bəlağətu biduni təhəqqüqil fəsahə. Nə üçün? Əgərsə fəsahət tamamlanmırsa, bəlağət baş tuta bilməz. Niyə? Nə səbəbə? Cavabını deyirik ki, çünki bəlağətin tərifində dedik ki, mövcud şəraitin tələbinə uyğun cümləni ifadə eləməkdir. Bu şərtlə ki, sözlər də fəsahət qanunlarına müxill olmasın. Deməli, onda fəsahət cüz'ül bəlağədir. Əgər bir şeyin bir hissəsi tamamlanmayıbsa, onu həmən şey bütövlükdə tamamlana bilməz. Əgər deyirsən, məsələn, su 2 hissədən ibarətdir, oksigen və hidrogendən. Nə təkcə oksigen suyu yarada bilməz, nə təkcə hidrogen. Gərək bir-birinə qarışsın ki, su ortaya çıxsın. Bəlağət də eyni zamandakı söz gözəl bir məna ifadə eləməlidir, həm də sözlərdən olmalıdır, ağır sözlər olmalıdır, qatvalı sözlər, qaranlıq sözlər, mücməl sözlər olmamalıdır. Fəsahətlə o mənanın şəraitə uyğun olmağı cəmləşməli ki, bəlağəti ortaya qoysun. Ona görə də bəlağət elminin bir hissəsi olduğu üçün bəlağət elmi fəsahətsiz baş tuta bilməz. İkinci sual. Məl fərqu beynə tənafuril huruf və tənafuril kəlimat. Deyir ki, qeyd elədi ki, fəsahətdən şərtlərindən biri buydu ki, tənafuril huruf və tənafuril kəlimat olmasın. Nə fərqi var? Hürufda tənafür nədir? Kəlimatda tənafür nə deməkdir? Və şeyx özü bəyan elədi ki, tənafürül hurufu deməkdir ki, hərflər bəzən görürsən elə yan-yana gəlir ki, dilə ağır olur. Məsələn, qıdan sonra k deyəndə çətin olur. Çünki nədir? Hər ikisi də boğaza yaxın yerdən deyilən, dilin boğaza yaxın hissəsindən deyilən yerdə. Məsələn, nəxluqkum deyəndə ağır olur. Aydın olur. Ona görə Quran nə eləyib orada? Nəxluqkum. İdğam elətdirib. Təcvid qanununa görə. Niyə? Çünki dili ağırdır. Nəxluqkum deyəndə çətin olur. Çünki hərflər birinə nə idi? Sanki tənafürü vardı. Bu cür şeylər ki vardı, tənafür yəni barışmamazlıq, uyğunlaşmamaq, uyğunsuzluq. Hərflərin tənafürü olmasın bir-birinə. Məsələn, dedi, xo, yadındadır, həmən o sözdə. Nədir o, səhra ərəbi nədir, dəvəna dedi, onu yer, nə bilim, çöldə bir otdur, nə bilim, tikanıdır, nə isə onu yer. Da boğur adamı. Tənafürü vardı bir-birindən. Tənafürlü kəlimat odur ki, sözlər özü-özlüyündə nədir? Normal sözdürlər. Yanaşa düşəndə dili dolaşdırır. Qurbə, qərbir, hərbin, hər qəbru, qərb, hərb, hub. Sözlər öz-özünə hərbdən deyilə biləndir. Qəbr də deyilir, qurb da sözü, hamısı öz-özünə deyilir, rahat sözlərdir. Yanaşı düşəndə qarışdırır adam. Məsələn, misal olur ki, aşpaz, abbas, aş asmış. Hər biri öz-özlüyündə nədirlər? Hər biri öz-özlüyündə rahat sözdür. Aş sözü də, abbas sözü də, asmış da. Öz-özlüyündə rahat sözlərdir. Amma yanaşı düşəndə nə inir? Tənafürül kəlimat yaradır. Demək, tənafürül huruf başqa bir şey, tənafürül kəlimat başqa bir şeydir, fərqləri vardır. Sonra deyir ki, uzkur misalini kulli vahidin min muxillati fəsahətil müfrəd. Deyir ki, müfrədin fəsahətinə xələl gətirəcək, yəni sözün, kəlmənin özünün fəsahətinə xələl gətirəcək misallar var. Məsələn, deyək ki, deyək ki, sözün qəribliyinə misal olaraq nə misal vurmuşdu? Təkə'tum. İfrənqa'u. Çünki bunun qəribdir, işlənməyən sözlərdir. Buaq. Deyilər ki, məsələn, ərəb dilində, qədim ərəb dilində dumanın, buludun bəlkə də adlarından biridir. Buaq. Qəribə sözdür və dili ağır sözlərdəndir. Dördüncü sual. Ədəmu fəhmina لبعض ألفاظ القرآن الكريم هل يوجب خللا في فصاحته ولماذا? Deyir ki, Quran-ı Kərimin bəzi ləfzlərin, bəzi kəlmələrin başa düşməməyimiz Quranın fəhminə, Quranın belə deyək, bəlağətinə və fəsahatinə
daha doğrusu fəsahatinə xələl gətirirmi? Dedi, axı, fəsahatin şərtlərini budur ki, sözlər işlənməyən sözlər olmasın. Sözlər nə olsun? Vazih sözlər olsun və müstəmə sözlər olsun. Axı, Qur'an-ı Kərimdə bəzi sözlər vardır ki, onları fəhm eləmirik. Həmən sözləri başa düşməməyimiz səbəb olur ki, Qur'an fəsahətini itirsin. Ya hə, ya yox, deyirik, yox, səbəb olmur. Qur'anın fəsahəti qalır yerində. Qur'anı fəsahətdən salmır. Limaza, niyə görə? Çünki bizim üçün o qəribə gəlir. O dövrün dili üçün vazih idi. Belə haşiyə çıxım söz deyim. Niyə görə Qureyşin ləhcəsi ərəb ləhcələri içində ən fəsihidir, ən bəliğidir və ən gözəlidir? Dil araşdırmacıları bu cür nəql edirlər ki, Məkkə ki, müsəlmanlıqdan qabaq, İslamdan qabaq da belə ərəblərin ziyarət şəhəri idi. Onlar ki, özlərini İbrahim balaları sayırdılar, İsmail övladları sayırdılar. İndi kafir də olsalar, Kəbəni ziyarət edirlər. Yəni, hər bir ərəb səhrasının hər bir yerindən durub ora gəlirdilər. Və ərəbin neçə şey ki, iftixar elədi ki, bir məsələn dəvəsidir, qılıncıdır, atıdır, bir də onun dili idi. İndi cahil də olsalar, dilə çox önəm verirdilər. Bu cür nəql olunur ki, Qureyşin böyüklərində o dövrdə kimlərdilərsə, ağsaqqalları, əmr eləmişlər bir neçə nəfər şair, ədəbiyyat zövqlü məsələn Məkkəliyə ki, hər il həcc mövsümündə İbrahimdən qalan bir dənə salamullahi əleyh bir ayindir, icra edirlər. Düz deyiləməsələr, kafir də olsa, axır bir müqəddəs bir məkan kimi və müqəddəs bir ayin kimi icra edirdilər. Məkkənin böyükləri əmr eləmişlər bir dəstə ədiblərə ki, siz müxtəlif ərəb qəbilələrlə, müxtəlif ərəb məmləkət demir, onda məmləkət yox idi. Onda ərəb qəbilələri, ərəblə, səhralarından gələn insanların oturdur eləyin və onlardan məsələn cürbəcür sözlər soruşun. Və onun siyahısını çıxardın, gətirin məsələn deyək ki, fərzən. Deyək məsələn deyək bu stola. Məsələn nə deyirlər? Biri deyir məsələn fərzən deyir stul, birinə deyir stul, birinə deyir oturacaq, birinə deyir kreslo, birinə bilim nə. 5-6 dənə qəbilə hərəsi bir söz yığdınız. Ondan sonra yığaq, görək bunun ən yaxşısı hansıdır, dilə yatımlı, xoş. Onu seçək, o biriləri çıxardaq. Beləcə yüz illərlə Qureyş öz dilini neynədi? Ərəbin qəbilələri içində ən gözəl sözləri yığdı öz dilinə, öz dilində olan xarab sözləri çıxartdı dilindən. Ona görə də Qureyşin ləhcəsi ən ali ləhcə oldu ki, Quranda onun dilində nazil oldu. Yəni bir səbəbi Peyğəmbərə görə idisə, bir səbəbi də bu idi ki, Qureyşin ləhcəsi ərəb dilinin bütün gözəl sözlərini cəm eləmişdi, öz dilində olan xarab sözləri çıxartmışdı. Çünki hər il ən yaxşı sözləri cəzb eləyirdi, o xoşa gəlməyənlərsə gələni çıxardırdı, elə bil ələkdən keçirdi, ən yaxşılarını seçirdi. Çünki hər yerdən ora gəlirdilər. Belə olan halda o dövrdə o Qureyşin cəmaatı öz dillərini onlar başa düşürdülər. Mümkün təfsirin başa düşmürdü, dəqiq elmi məna, amma sözün özünü başa düşürdü. Bizim üçün məsələn 2 dənə problem var. Bir sözü başa düşmək, bir də onun təfsirini başa düşmək. Məsələn deyək, vəs-səmai zatil hubuk. Elədir. Biz başa düş 2 qarandığımız vardı. Bir də hubuk nə deməkdir? Bir də hubukun Allah yanında məqsədi nədir? Ərəb hubuku öz dilində idi, başa düşürdü hubuk nə deməkdir. Amma Allahın məqsədində, onda yenə Peyğəmbərin təfsirinə ehtiyacı var idi. Sözün özünü başa düşürdü, öz dilində idi. Biz 2 problemlə qarşı, onların bir problemi vardı ki, sözün batini mənası nə demək istəyib? Yəni, üsuli dilində muradul ciddisi nədir? Murad istimalisini başa düşürdülər, dəlal istimaliyəsini başa düşürdülər. Ya da vəziyyəsini başa düşürdülər. Murad ciddisinə qaranlıq qalır ki, həqiqətdə muradları nədir? Allahın məqsədi nədir? Öz dillərində idi. Necə Əli Əleyhisselam qəliz xütbələr, indi məsələn akademiklər, dil professorları, akademiklər belə Nəhcül Bəlağada çətinlik çəkirlər. Amma Küfənin avam cəmaatı Əli Əleyhisselam həmən cəmaat üçün oxuyurdu. Cəmaat başa düşürdü. Yoxsa Əli Əleyhisselam durub özünü öymək üçün demirdi o sözləri ki. Orada cəmaat başa düşürdü, danışırdı. Onların dili ilə danışırdı. Tutaq ki 1%, 2% başa düşürdü, 90% başa düşürdü. Yəni biri pomidor satırdı, məsələn də biri küçədə bir şey satırdı, birinə hamballıq eləyirdi, birinə ustalıq eləyirdi. Onlar alim deyildilər ki. Cəmaatın bir qismi alim ola bilərdi. Qalan hər şeyin işi vardı, gücü vardı. Cümə namazından yığışırdılar, Əleyhisselam onlara xütbə oxuyurdu. Əksərən Nəhcül Bəlağanın xütbələri ki, o cür bəlağətli, fəsahətlidir. Həmən bu Küfədə danışılan dillə danışırdı Əleyhisselam. Sadəcə o cümləni orada qura bilmirdi, Əleyhisselam qura bilirdi, amma başa düşürdülər. Necə diktor məsələn deyə televizorda xəbərləri oxuyanda əksərən başa düşürük, amma biz o cümlələri qura bilmirik. O cür yazıb o dediyim başa düşürük, amma biz yaza bilmirik, biz qura bilmirik. Deməli, xülasətül kəlam
Sual bundan ibarətdir. Biz ki, hal-hazırda Quranın bəzi kəlmələrini anlaya bilmirik. Bu fəsahətə xələl gətirir, deyirik, yox. Niyə görə? Çünki bizim başa düşməyimiz meyardır, onların başa düşməkdir. O dövrdə də başa düşürdülər. Ona görə fəsahətə problem törətməz. Hətta var rivayətdə ki, İbn Abbas deyir ki, baxmır ki, ərəb oğlu ərəbli və Qureyşin belə deyir, ən savadlıların, ən alimlərindən biri idi. Düzdür, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasında yaşayanda hələ uşaqdır. 13 yaşı vardı Peyğəmbər dünyasında yaşayanda. İbn Abbasın 13-14 yaşı vardı belə. Amma 13-14 yaşı olsa da Peyğəmbər çox elmləri vermişdir ki, qabiliyyəti vardı, onu götürəcəyi vardı, götürümü vardı, qabı tutumlu idi. Özü deyir ki, hər dəfə Quranda Fatir sözü gəndə nəsə canıma yatmırdı, elə bil oturmurdu. Başa düşürdüm, amma elə bildim başa düşmürəm. Canıma yatmırdı. Fatir'in Xaliq. Ta ki də bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm yanında əyləşmişdi. 2 nəfər belə deyə də mütəxasimeyn gəlirlər, şikayətçi gəlirlər Peyğəmbərin yanına, bir-birinə qırışırlar. Səhra ərəblərinə, 2 dənə səhra ərəbi gəldi. Peyğəmbər səhra dili ilə danışır, öz ifadələrini danışırlar, mümkün etsin, Qurandan ayə də bilmir. Biri quyu qazıb, o birisi deyib mənimdir. Məsələn, nəyə görə deyib? Xülasə, deyir ki, kişinin biri qayıtdı o dedi ki, ya Rəsulullah, ənə fətartuha. Mən onu icad elədim, yəni yoxdan var elədim. Yəni boş yerdə mən qazdım. Bir var, qazılmış qunu kimsə düzəlsin. Deyib, başa düşdüm ki, fatartuha ərəbin sözü imiş. Mənim zehnimə oturmurmuş. Ondan sonra yağ kimi yayıldı. Çünki o nə Quran bilir, səhradan gələn bir səhra ərəbidir. Ya Rəsulullah, ənə fatartuha. Ondan sonra deyib, Fatiri səmavat başına yox idi, mən var elədim onu. Ondan sonra oturdu. Deməli onda Quran o səhra ərəbinin, o vaxt şimdi İbn Abbas eşitməmişdi, o ərəblərin dili ilə danışırdı. Ona görə də Quranın fəsamətinə xələl gətirməz. 5-ci sual. Deyir ki, həl tu'rafu sir fi irca'ina kullan min tanafuril kelimat və da'fit ta'lif ila'l lafz və kullan min at-ta'kid lafz vel ma'na ila'l ma'na. Deyir ki, həl tu'rafu sir fi irca'ina kullan min at-tanafuril kelimat. Deyir ki, kəlmələrdə ki, tənafur vardı. Və da'fut təlif ki vardı. Bunların hamısını ləfzə qaytarmağımız və təqid ləfzini və təqid mənəvini mənaya qaytarmağımızın sirri bəllidirmi? Həl tu'rafu sir. Bunun sirri bəllidir ki, niyə görə qaytardı? Bəllidir. Çünki bəzi hallarda sözün mənası vazihdir. Aydın oldu. Təqid nə ləfzisi yoxdur, nə mənəvisi yoxdur. Sadəcə görürük ki, söz yersiz cümlə quruluşlarıdır. Bəzi hallarda isə nədir? Sözün özündə qaranlıq vardı, ona görə sirri vazihdir. Yəni, çünki bəzi hallarda cümlə quruluşu bəlağətə, fəsahətə xəllə gətirir. Bəzi hallarda isə cümlə quruluşunda problem yoxdur. Seçilmiş sözlər nədir? Yersiz sözlərdir, ya məsələn qəribə sözlərdir, nə bilim, işləməyən sözlərdir. Deyir ki, uzkur ma fil əmthilət taliyə min muxillatil fəsahə. Aşağıda mən bəzi xətalı, yəni fəsahətə xələl gətirəcək, xəta sayıla biləcək bəzi misallar vurmuşam şeirlərdən. Sən deyir, onu tap ki, harasındadır xətası. Deyir, fəla yubrimul əmrulləzi huvə halilu və la yuhlalul əmrulləzi huvə yəbrimu. Bunun harasından xətası halil və yuhləl sözünə. Çünki həllə yəhullu mudaəf feildir. Yəni 2 dənə hərif yan-yana gəlib. Ləm və lam yanaşı gəlibdir. Halil işlətməyib. Ərəb hal işlətib. L-nı 1-ci ləmi 2-ci ləmdə idğam eləyib, 2-ci ləmə təşdid veribdir. Ərəb bu cür işlətibdir. Sərf elminin qanununa görə halil olmaz. Düzdür, əslində halildir. Məsələn, deyir, ta ki, daribun kimi. Amma əgərsə mudaəf feilsə, yəni içtimai misleyn yaranıbsa, 2 dənə eyni hərf yanaşı gəlibsə, orada idğam eləyərlər. Halil olmaz, olar hal. O şeirin düzəltmək üçün şair həmən o xətanı götürüb halil yazıbdır. Hal yazma, halil yazıb şeiri düzəlsin. Demək olmaz, şair onu bilmirdi. Şair qəşəng bilirdi. Amma neynəyibdi? Şeirin düzəltsin deyibən ərəb dilinin anasını ağladıbdı, qayda-qanunu tapdıyıbdı. Və la yuhləl olmaz, və la yuhəllu olar. Çünki orada dedik ki, idğam olmalıdır. İdğamı açsa, sərf elminin qayda-qanuna xələl gətirəcək. Fəla yubrimul əmr, əlləzi və halil. Deyir ki, o açılmış
bir işi ibram eləməz, yəni möhkəmlətməz. Və la yuhləl, fəla yubramul əmrulləzi huve halil. Deyir ki, həll olunmuş, açılmış bir məsələni möhkəmlətməzlər. Və la yuhləlul əmrulləzi huve yebrimu. Və eləcə də möhkəmlənmiş bir şeydə, işi də açıb tökməzlər. Məsəl vurmaq istəyir də, yəni ki, o iş ki, həll olubdur, qaşınmayandan qan çıxartmazlar. Qoy qalsın o cür. Yəni, əgər iş görmək istəyirsən, problemi olan şeyi düzəlt. O şey ki, problemi həll olub qutarıb, o açılmaqla açılıb həll olub, sonra qaytarıb birləşdirmə. Tutaq ki, məsələn fərzən misal deyək. Deyək ki, 2 nəfərdə ər-arvad boşandılar və məsləhət boşanmağındaydı. Biraz da qalsa, məsələn, kişi vurub arvadı öldürərdi. Qaytarıb təzədən qovuşdurma, biraz da problem yaradacaqsan. Eləcə də, əgərsə qovuşmaq bunların şeyindədirsə, ayırmacın onları. İbram olunmuş, möhkəmlənmiş şeyi ayırma, ayrılmış şeyi də möhkəmləndirməkə ehtiyac yoxdursa. Hələ mənası bizim üçün o qədər mühüm deyil ki, fəsahətə xələcədir, halil və yuhləl kəlməsidir ki, idğam olunmalıydı, yəni sərf elminin qanuna görə idğamı pozubdur. Və xələtil biladu minəl qəzaləti leyluha fəəadəhə kəllah kəy la tuhzəna. Xələtil biladu minəl qəzaləti leyluha. Deyir ki, şəhər, kənd minəl qəzaləti. Qəzalə, yəni ceyrandan xali oldu. Leyluha. Fəəadəhə kəllah. Əadəhə kəllah zahirən elə biləm ki, şeyxin məqsədi bu. Əadəhə kəllah sözünə görədir. Dilə oturmur, fəsahəti pozur. Ki, fəsahətə müxil olan şeyləri orada mən üçün tap çıxard. Ə, a, da, ha, ə, ka sanki bir-birindən uyuşmur. Tənafurul huruf vardır. Əadəhə kəllah sözündə sanki tənafurul huruf vardır ki, dilə ağır olur. Xələtil biladu minəl qəzaləti leyluha. Deyir ki, bilad, yəni məmləkət, cəmaət, bilad, yəni məmləkət, bir yer, ölkə. Qəzalədən, yəni ceyrandan xali oldu, leyluha onun gecələri. Fəəadəhə, ada yaadəhə kəllah. Allah səndən yazə eləsin qorusundan, kəy la təhzənə taş ondan hüzünlənməsin. Şair nə demiş, nə demiş, bilmirəm, sözüm hardan danışır, nədən danışır. Deyir ki, ənna yəkunu əbəl bəraya Adəmu və əbukə və səqəlanu əntə Muhammedu. Dedi ki, ənna yəkunu orada onun kimin şeiriydi? Dedi ki, orada bir söz, yani Sinimmar'ın şeiriydi de. Dedi Sinim neydi görüm, o kişinin adı yadımdan çıxdı. Onun balalarının, atalarına olan ehtiramı, atalarına olan o xidməti Sinimmar'ın payı verilən kimi idi. Qissəsini danışdığı geniş şəkildə. Orada muxil olaraq nəyi gətirmişdi? Rütbətən və ləfzən bir söz ki, qabağa keçməlidir, onu arxaya saxlayıb, zəmiri onun arxasına qaytarırdı. Ənna yəkunu Adəmu əbəl bəraya və əbukə və səqəlanu. Əbukə, Adəmu əbukə. Zahirən bu cür olmadı. Ənna yəkunu Adəmu əbul bəraya və əbukə və səqəlan əntə Muhammedu. Sanki Peyğəmbəri vəsf eləyir. Amma Adəm və əbuk sözü ki, qabağa keçməli idi, onu saxlayıb arxaya sözlərin tərtibini pozduğu üçün bəlağətə və fəsahətə sanki xələl gətirib. Sanki Allahu aləmdir. Bunu demək istəyir, bu şair bunu demək istəyir. Demək istəyir ki, indi bir nəfər, məsələn, İmam Həsən əleyhissalam ya İmam Hüseyin əleyhissalamı vəsf eləyir. Yox, və səqəlan əbukə əntə Muhammedu, bəli. Ya İmam Həsən ya İmam Hüseyin əleyhissalamı vəsf eləmək istəyir ki, cəmaət səndən necə bir tərəziyə qoyula bilər ki, insanların atası məsələn deyir, Adəm Əbul Bəşərdirsə, sənin atan Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdir ki, bütün hər şeydən üstündür. Yəni sanki İmam Həsən, İmam Hüseyin yansıya vəsf edir ki, amma neynəyib sözləri dalqabaq eləməklə o bəlağətə, daha doğrusu fəsahətə ixlal gətirib, xələl gətiribdir.
Bəsdir bura qədər, ondan sonrasında inşallah davam edər. Elhamdülillah Rabbil alemin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.